Çox vaxt soruşursunuz, limfadenektomiya əməliyyatı nədir və nə zaman aparılır, icra olunur? Limfadenektomiya limfa düyünlərinin xaric edilməsidir. Bu hansı xəstələr aparılır? Ümumiyyətcə, ilk öncə bildirmək istəyirəm ki, orqanların metastazları bir neçə yolla olur. Hematogen yolla, yəni qan vasitəsilə, limfagen yolla və yerli olaraq yayılaraq, implantasyon yolla. Bir çox xəstəliklər var ki, bunlar daha çox orqanın işindən asılı olaraq, yəni limfagen metastaz verməyə xarakterdir və biz onkoloqlar bu xəstələrdə limfadenektomiya cərrahi əməliyyatını icra edirik. Əməliyyat kifayət qədər həcmli və böyük əməliyyatdır. Orqanla birgə limfa düyünləri xaric olunur. Bəs bu əməliyyat bütün xəstələrə icra olunur? Xeyr. Dediyim kimi, limfa düyünü ilə metastaz vermə xüsusiyyətinə malik olan şişlər, eyni zamanda əgər limfa düyünündə artıq metastazlar varsa, o zaman həcmin kiçilməsi məqsədi ilə və bir çox hallarda icra oluna bilir. Yəni, protokollar əsasında biz bu əməliyyatı icra edirik. Əməliyyat fəsadlı əməliyyatdır. Kifayət qədər böyük əməliyyat olduğuna görə istər əməliyyat vaxtı, çünki vacib damarların kənarından limfa düyünləri xaric olunur. Damarların zədələnməsi, qanamalar və s. baş verə bilər və əməliyyatdan sonraki dövrdə ən çox rast gəlinən əsas fəsadlardan biri limfödemin olmasıdır. Yəni, çıxartdığımız limfa düyünlərindən periferiyada ödemlərin yaranmasıdır. Əməliyyatları təbii ki, göstəriş əsasında eləyirik, amma son dövrlərdə xüsusilə sentinel limf düyünlərinin xaric olunması metodu var ki, yəni bu metod vasitəsilə bir çox xəstəliklərdə daha, belə deyək, böyük fəsadların qarşısının alınması mümkün olur. Bu qədər. Sağ olun, salamat qalın.